Deməli, uşaqlar, bugünkü mövzumuz ümumi tarixdən səlib yürüşlərinin başlamasıdır. Deməli, səlib yürüşləri nədir? Xaçlı yürüşlər deməkdir. Səlibçilər yəni xaçlılar deməkdir. Gəlin baxaq o dövrün Avropadakı ümumiyyətlə mənzərəsinə. Biz deyirik ki, 395-ci ildə Roma imperiyası iki hissəyə bölündü. Düzdür? Qərbi Roma, Şərqi Roma. Yəni Şərqi Roma, Bizans və Qərbi Roma. 476-cı ildə isə Qərbi Roma vandalların hücumları nəticəsində süqut eləyir, ancaq qalır Şərqi Roma. Amma ki, Roma papası Qərbi Roma imperiyasında və ümumiyyətlə Avropada yenə də önəmli mövqe tutan şəxs idi və Avropadakı o dövrdə Roma papaları Avropadakı ən varlı insanlar idilər. Bunun səbəbi nə idi? Çünki Roma papasının əlində, kilsənin əlində böyük torpaq sahələri var idi. İndi onlar vergilər yığırlar, onları deyəcəm. 1054-cü ildə Xristian kilsəsi rəsmi olaraq iki hissəyə bölünür, katolik və pravoslav. Katolik kimdir? Qərbin, yəni qərbdəki, Avropadakı Roma kilsəsinin başçısı, deməli, papanın tərkibində olan katoliklər, şərqdəkilər isə pravoslav. Yəni Konstantinopoldan. Ayısı, Allah fərqi, doğru. Roma papası və kilsələr və Avropadakı kilsələr Avropa əhalisindən çoxlu vergi yığırlar. Bu vergilərə nələr aid idi? Birincisi, torpaqların böyük hissəsi kilsənin idi, oradan hər il vergilər yığırlar. İkincisi, onda bir vergisi yığırdılar oradakı yaşayan əhalidən. Üçüncüsü, indulgensiya dediyimiz bir şey var. İndulgensiya nədir? Cənnət qəbzlərdir. Güya ki, cənnət qəbzi pul müqabilində qəbz satırdılar ki, bu qəbzi alan neyəcək, öləndən sonra cənnətə gedəcək. Elə bir qəbz satırdılar. Bundan başqa dini mərasimlər var idi də, uşaqlar, məsələn, bizim burada desək, kəbin, palaq məsələləri və s. mərasimlərdən pul yığırlar. Beləliklə, Roma papaları Avropanın ən varlı insanları idilər. Həmin dövrdə Avropanın daxilində bir problemlər var idi daxilində. Kəndlilərin etirazları var idi, qarışıqlıq dövrü idi. Və Roma papaları da, digər krallar da, Avropa ölkələrinin kralları da fikri daxili məsələlərdən yayındırmaq üçün ortaya belə bir şey yaptılar ki, Qüds şəhəri müsəlmanların, Səlcuqluların əlindədir və Qüds şəhərini azad etmək lazımdır. Niyə Qüdsü? Çünki Qüds şəhəri üç dinin mərkəzi hesab olunur. Qüds şəhəri. Məsələn, müsəlmanların ikinci məscidi oradadır, Əl-Əqsa məscidi oradadır, ikinci böyük məscidi. Xristiyanlar deyirlər ki, İsa'nın qəbri oradadır. Eyni zamanda Yəhudilər də Süleyman Peyğəmbərə aid bir şey ilə sürürlər ki, onun qəbri və s. oradadır. Və beləliklə, bu Qüds üçün özdə nə deyirlər? Deyirlər küçələrindən bal və su axır. Mən bu salatını yiyib çıxırım ondan qabağında. Nəysə, 1095-ci il Klermon kilsə məclisində Papa II. Urban Qüdsə doğru, şərqə doğru müsəlmanların üzərinə yürüş etmək və Qüdsü kafirlərdən azad etmək uğrunda Avropa əhalisini müharibəyə səsləyir, yürüşə səsləyir və beləliklə Avropadakı kəndlilər, feodallar, baronlar, cəngavərlər, krallar Qüdsə yürüşə hazırlaşırlar. Və bu qısa müddətdə Avropada böyük əks-səda olur. Hər bir təbəqənin özünün ayrıca məqsədi var idi Qüdsü gəlməkdir. Kəndlilər Avropadakı feodalların əlindən qaçmaq istəyirlər, yeni torpaqlar ələ keçirmək istəyirlər. Feodallar da yeni kəndlilər, yeni torpaq sahələri, krallar yeni ərazilər və s. Səlib yürüşü, birinci səlib yürüşü 1996-1999-cu ildə olmuşdur. Ümumiyyətlə, səlib yürüşündə bir məsələ də var idi ki, Konstantinopol imperatoru, Bizans imperatoru söz vermişdi ki, onları Konstantinopol, Bizans ərazisindən keçirəcəkdi. Balkanlardan Anadolu'ya. Qüdsəyə keçirəcəkdi və bunun müqabilində bir neçə şərti var idi. O şərtlə ki, Səlcuqların əlində olan torpaqları Bizans imperatoruna verəcəkdi, Bizansın ərazisinə qatılacaqdı. Və 1096-19-cu birinci səlib yürüşündə
ilk dalğası Pyotr adlı rahibin başçılığı ilə olur. Lakin bu yürüş uğursuzluqla nəticələnir. Baxın, birinci yürüşün birinci dalğası. Niyə uğursuzluqla nəticələnir? Çünki zəif silahlanmış Avropa kəndləri idi, elə vəhşi kimi gəldilər, Səlcuq qoşunları məğlub elədi, geri qayıtdılar. Amma birinci yürüşün ikinci dalğası artıq Avropalılar böyük ordu ilə Səlcuqçular böyük ordu ilə gəldilər və Qüdsü işğal edərək burada 4 dənə dövlət yaratdılar. Qısa şəkildə Qeta deyə bilərik. Qeta, yadınızda qalsın deyə. Qeta. Qüds, Edessa, Tripoli, Antioxiya. Bunlardan ən böyük Qüds krallığı idi. Edessa, Tripoli və Antioxiya knyazlığı və qraflığı isə Qüdsdən asılı idi. Qüds kralı və bu digərləri, belə desə, Qüdsdən asılı idi, ən böyüyü Qüds idi. 1909-cu ildə yaranmışdır. Bu 4 dövlət. Deməli, səlibçilərin, yəni xaçınların şərqə doğru birinci yürüşü uğurla nəticələndi. Onlar 4 dənə yeni dövlət yaratdılar. Lakin sonra, qısa müddət sonra Mosul hakimi gəlir o Edessanı tutur. Mosul hakimi, yəni müsəlman idi, gəlir Edessanı tutur. Mosul hakimi Edessanı tutmasına cavab olaraq ikinci səlib yürüşü baş vermişdir. 1147-1149. İkinci səlib yürüşü isə tamamilə uğursuzluqla nəticələnir. Deməli, məğlub olur səlibçilər, məğlub olaraq geri qayıdırlar. Üçüncü səlib yürüşü nə üçün baş verir? İndi ona baxaq. 1187-ci ildə Misir hakimi Səlahaddin Əyyubi gəlir, Qüdsü azad edir. Qüdsü Təbəriyyə döyüşündən sonra Qüdsü azad edir, beləliklə Qüds səlibçilərin əlindən xilas olur. O məşhur film var, Kings of Heaven, Cənnət Krallığı. Və orada Baldwin zat da var. Hə, Baldwin, 6-cı. 4-cü Baldwin. 4-cü də 6-cı. 4-dür deyəsən. 4-cü Baldwin, hə. Və buna cavab olaraq 1189-1192-ci illərdə 3-cü səlib yürüşü baş verir. 3-cü səlib yürüşündə birbaşa olaraq Almaniya İmperatoru, Fransa, İngiltərə kralları şəxsən iştirak etmişdilər. Almaniya İmperatoru Friedrich Barbarossa idi. O deməli, quru yollar, digərləri isə su yolu ilə gəlmək istəyir. Oradan qalanı arasında. Hə, ancaq 3-cü yürüşdə nə olur? Uğursuzluqla nəticələnir. Gəldik bizim bu 4-cü yürüşü. 4-cü yürüşə gəlməzdən əvvəl burada mən sizə bir şey izah etməliyəm. Baxın, səlibçi dedik ki, xaçlılardır. Yəni, şərqə Qüdsü tutmaq istəyən, yürüşə gələn xristiyanlar. Bidətçi inkvizisiya və indulgensiyanı bildiniz, onsuz da cəmiyyət qəbzlərdir. Bidətçi nədir? Bax, bidətçi bu dövrün əvvəlində sizə dediyim qarşılıqlı dövrü idi Avropada. O zaman bidətçilər kilsəyə qarşı çıxan şəxslər idi. Onlar üsyançılar idi. Və bu bidətçiləri Roma papası inkvizisiyaya, yəni məhkəməyə verirdi, kilsə məhkəməsinə. Yəni, kim kilsəyə qarşı çıxırsa, Roma papası onu verirdi, kilsə məhkəməsinə. İnkvizisiya. Hə, orada da çox vaxt bölüm qərarı falan çıxırdı. Belə, Rekonkistan, indi deyəcəm. 4-cü səlib yürüşündə biraz vəziyyət fərqlidir. 4-cü səlib yürüşündə də, amma fikir o idi ki, güya Misirə gələcəklər, gəmilərlə, yer gəlmişkən Venesiya və Genuyadan gəmilər alınırdı, gəmilər icarə götürülürdü səlib yürüşlərində. Və bu da ona gətirib çıxarmışdı ki, Venesiya və Genuya ticarətdə Avropada ön plana çıxmışdı. 4-cü səlib yürüşündə Venesiya, Genuya filan bu yürüş edənlər, səlib yürüşünə rəhbərlik edənlər başdan çıxardır ki, neymişsiniz Qüdsə gedib, nə bilim Misirə gedib, elə ən zəngin yer Konstantinopoldur da, gedək Konstantinopol tutun və həqiqətən belə olur. 4-cü səlib yürüşün istiqaməti birbaşa öz soydaşlarına, öz dindaşlarına, yəni ki, Konstantinopola doğru olur. Və Konstantinopol tutularaq burada yeni bir dövlət, Latın imperiyası yaranır. 1261-ci illərdə Latın imperiyası mövcud olmuşdur. 4-cü səlib yürüşündə nə oldu? Uğurlu oldu. 1-ci və 4-cü səlib yürüş arasındakı ortaq cəhət hər ikisinin uğurlu olmasıdır. Bundan 1261-ci ildə isə yenidən Konstantinopol Bizanslıların əlinə keçir və Bizans bərpa olunur. 13-cü əsrin sonuna qədər daha 4 səlib yürüş olmuşdur. Ümumilikdə isə 8 səlib yürüş olmuşdur və bu səlib yürüşlər biz ümumilikdə uğursuz hesab edə bilərik. Amma səlib yürüşlərinin çox ciddi nəticələri oldu. Nəticələri nələrdir?
Birincisi, Avropalılar, Avropadan gələnlər çox şeylə qarşılaşdılar, çox yenilik öyrəndilər. Məsələn, barıt, kağız istehsal etməyi, barıtı öyrəndilər, yeni bitkilər, çəltik və digərlərini, çoxlu yeni bitkilər öyrəndilər. Aralıq dənizində ticarət dediyim kimi Venesiya, Genoa kimi İtaliya şəhərlərinin əlinə keçdi. Konstantinopolun, Bizansın yəni ticarətdə mövqeyi zəiflədi. Bundan əlavə Avropalılar şərqdən yeni gigiyena qaydaları öyrəndilər. Hamam nə olur, ayaq yolu nədir, bu kimi mədəniyyətlər öyrəndilər. Hə, çox şey öyrəndilər, gigiyena qaydaları. Var iqtisadi, bir də var mədəni yeniliklər. Bu və ümumilikdə amma şərq ölkələrindən bir qədər çox zərər də vurdular. Yeniliklər öyrənsələr də zərər də vurmuş oldular. Bizim qaldı Rekonkista hərəkatımız. Baxın, Rekonkista hərəkatı oldu ki, Avropada, Pireneya yarımadasına hansı ölkədə indi? İspaniyanın Portugaliyada. Pireneya yarımadasını ərəblər 711-ci ildə tarixin başçılığı ilə tutmuşlar. Cəbərli tarix boğazı onun adından da. Və İspaniyada Kordova dövləti yaratmışlar. 711-ci ildə İspaniya daxil olub, İspaniyanı fəth edib, Kordovanı yaratmışlar. Və 750-ci ildə ərəblərdə Abbasilər xilafəti gəldi də, Abbasilər sülaləsi gəldi, sülaləsi. Və həmin Abbasilər sülaləsini bu Kordovada əmirlik yaratmış ərəblər qəbul etmədilər. Ona görə Kordova xilafəti adlanaraq yeni bir dövlət oldu da İspaniyada. 11-15-ci əsrdə Avropadakı səlibçilər, yəni Avropada olan xristianlar İspaniyadakı müsəlmanları qovmaq istəyirlər. Və 11-15-ci əsrdə Rekonkista hərəkatıdır. Qısaca olaraq, Rekonkista hərəkatı Pireneya yarımadasından müsəlmanları qovmaq hərəkatı idi. Və uzun müddətli mübarizə nəticəsində 11-ci əsrdə müsəlman olan Kordova xilafəti parçalanır. Onun yerinə müəyyən əmirliklər və sair dövlətlər yaranır da. Sonralar xristianların yaratdığı xristianların bu parçalandı. Bu 11-ci əsrdə parçalandı. Yerində müsəlman əmirlikləri də yarandı. Bir də xristian əmirlikləri. Böyük dövlət olması ayrı. Aragon, Kastiliya, Navarra, Portuqaliya kimi krallıqlar var idi. Və 1479-cu ildə Aragonla Kastiliya iki xristian krallığı birləşir və olur İspaniya dövləti. Bu Navarranı isə Fransa ilə öz arasında bölür İspaniya. Navarranı Fransa-İspaniya öz arasında bölür. Ancaq Portuqaliya qalır müstəqil. Necə ki, indi də müstəqil. Portuqaliya ayrı dövlət, İspaniya. Özünü qoruyor. Bəli. Və beləliklə, Kordova xilafətindən geriyə bir dənə müsəlman əmirliyi olan Granada əmirliyi qalır ki, o da 1492-ci ildə İspaniya tərəfindən işğal edilir. Yəni 1492-ci ildə İspaniya tərəfindən Granada əmirliyi də işğal edilir. Beləliklə, Pireneya yarımadasında müsəlman dövləti, müsəlman varlığı qalır. Amma onu deməliyik ki, Kordova xilafətinin mövcud olduğu, yəni təqribən belə götürür, 756-cı ildən 11-ci əsrdə müsəlman dövləti olan Kordova xilafəti. Mövcud olduğu dövrdə Avropada çox yeniliklərə imza atmışlar. Bax, Sevilliyada Əl-Kəsar, Granadada Əlhambra kimi məscidlər hələ də qalmaqdadır. Sonra kitabxanalar açmışlar, yeni universitetlər, nə bilim, elm ocaqları yaratmışlar. Çox mükəmməl bir mədəniyyət yaratmışlar ərəblər İspaniyada olmalı. Lakin 1479-cu ildə artıq İspaniya dövləti yaranır. Belə uşaqlar, mövzu bu qədərdir.